əməliyyat qrupunun apardığı işlərin sayəsində qızlar aşkarlandı və axşam saatlarında artıq bizə məlumat verildi ki, qızlar izahatlar alınıb və təhlükəsizliyi reabilitasiyası məqsədi ilə sığınacağa yerləşdirilməsi ilə bağlı qərar verildi. Qızların vəziyyətinə gəldikdə, əlbəttə, evdən getmə səbəbini kənarda axtarmaq lazım deyil. Birinci onun ailəsində axtarmaq lazımdır. Və mən çox təəssüf eləyirəm ki, elə media birinci olaraq ağına, bozuna baxmadan gedib ailənin qapısını kəsdirib, o məlumat, bu məlumat almaqla o qızların geri gələndə yenə də növbəti bir həyatı təhlükəsini yaratmış olub. Baxın, dünəndən iki müxtəlif ziddiyyətli və cəmiyyət üçün çox təhlükəli məqamlar toxunulub. Sürücü gizlədib, bəli, bu fakt var, amma onu araşdıracaq istintaq orqanı var. Bunu araşdırmalıdırlar. Cəmiyyət başladı. Sürücülərdən ehtiyatlı olun. Ağına bozuna baxmadan hamının bəlkə də evində bir sürücüsü var. 3 qızın 2 oğlanla bir yerdə nə işi var? Heç soruşmalılar ki, bunu ümumiyyətlə yaymaq olarmı? Bizim bir dəyərlərimiz vardır. Dəyərlərdən başqa bir sirlər var. Bir qanuna zidd hərəkətlər var. Bunu etməyin. Bu uşaq durdum, əşyamı götürdüm, durdum, özüm evdən çıxdım deyil axı. Bunu o çıxmağa yönəldən səbəblər var. Bəlkə bu sosial şəbəkədir, bəlkə ailənin şiddətidir, bəlkə seksual hərəkətlərdir. Ümumiyyətlə, uşağın şiddəti olmazsa, uşağa qarşı düzgün davranış olunarsa, o uşaq o evdən getməyəcək. Kəmal xanım, ailəsi ilə danışmısınız ümumiyyətlə bu proseslər başlayandan bu yana və ya da qızların özü ilə ilkin olaraq nə deyirlər? Yəni, bilə-bilərək ən azından qısa. Biz ümumiyyətlə bu barədə ailə ilə heç bir söhbətlər aparmamışıq. Bu artıq aidiyyatı qurumların işidir. Əlbəttə, zaman gəldikdə uşaqlarla ünsiyyətdə formalaşacaq. Amma hal-hazırda uşaqların psixoloji gərginlikləri var, qorxu var. O qorxunun səbəbləri araşdırılacaq. Ona görə yenə deyirəm, biz istintaqa mane olmamalıyıq, işimizi görməliyik. Hal-hazırda uşaqlar sığınacaqda qalmaqlarını istəyirlər. Ailəsinə təhvil veriləcək sonraki proseslərdə, yoxsa necə olacaq? Ümumiyyətlə, uşaqların ya iki variant var. Ya sığınacaqda reabilitasiya keçən uşaq ailəsinə bərpa olunmalıdır, ya da dövlət müəssisələrində yerləşdirilməlidir. Çünki artıq orada ailədə yaşama təhlükəsi olduqda o uşağın həm də qəyyumu dövlətdir. Ona görə uşaq müəssisəsinə yönləndiriləcək. Amma bu barədə danışmaq indi olduqca tezdir.